Sözgedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır. Həmin obyekt şəbəkənin ən rentabelli mağazalarından biridir. Bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə verən bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilir. Obyekt başqa şəxsə icarəyə veriləcəyi halda Walmarta təklif edilməlidir. Təəssüf olsun ki, bugünkü gündə hüququmuz pozulubdur. Hesab edirik ki, obyekt sahibinə vəziyyəti tam şəkildə izah etdikdə o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinə risk altına düşməsinə imkan verməyəcək. Walmart mağazalar şəbəkəsi fəaliyyətini hazırda tam şəkildə davam etdirir. Walmart artıq 10 ilə yaxındır ki, ölkəmizdə uğurlu fəaliyyət göstərir. Şirkət 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bugünədək bütün dediklərini vaxtında və tam şəkildə yerinə yetirib.